Salam, hər vaxtınız xeyir olsun. Bugün biz Azərbaycan Respublikasının sərhədində yerləşən rayonlarına baxacağıq. Bildiyimiz kimi, Azərbaycan şimaldan Rusiya Federasiyası ilə sərhəddir və sərhədlərimizin uzunluğu 391 kilometrdir. Azərbaycan-Rusiya sərhədində yerləşən rayonlarımıza Xaçmaz, Qusar, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları aiddir. Azərbaycan şimal-qərbdən Gürcüstanla sərhəddir. Gürcüstanla sərhədlərimizin uzunluğu 471 kilometrdir. Azərbaycan-Gürcüstan sərhədində yerləşən rayonlarımıza Balakən, Zaqatala, Qax, Samux, Tovuz, Ağstafa və Qazax rayonları aiddir. Qeyd edə bilərik ki, Balakən, Zaqatala və Qax bu rayonlar həm Rusiya ilə, həm də Gürcüstanla sərhəddə yerləşir. Azərbaycan qərbdən Ermənistan Respublikası ilə 1007 kilometr məsafədə sərhəddir. Azərbaycan ən uzun sərhədləri Ermənistanladır. Azərbaycan Ermənistan sərhədində yerləşən rayonlarımıza Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, həmçinin Naxçıvanda Ordubad, Culufa, Şahbuz, Babək, Kəngərli, Şərur və Sədərək kimi rayonlarımıza aid edə bilərik. Gördüyümüz kimi Qazax, Ağstafa və Tovuz rayonları həm Gürcüstanla, həm də Ermənistanla sərhəddə malikdir. Azərbaycan cənub-qərbdən Türkiyə ilə sərhədə malikdir. Sərhədlərimizin uzunluğu cəmi 15 kilometrdir və Türkiyə ilə sərhəddə yerləşən rayonumuza biz Sədərək rayonunu aid edə bilərik. Azərbaycan cənubdan İranla sərhədə malikdir. Sərhədlərimizin uzunluğu 765 kilometrdir. Azərbaycan-İran sərhədində yerləşən rayonlarımıza Sədərək, Şərur, Kəngərli, həmçinin Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad rayonlarına aid edə bilərik. Həmçinin Zəngilan, Cəbrayıl, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Cəllabad, Yardımlı, Lerik və Astara rayonları Azərbaycan-İran sərhədində yerləşir. Gördüyümüz kimi burada Sədərək rayonu yeganə rayondur ki, 3 ölkə ilə sərhəddir. Sədərək rayonu həm Ermənistan, həm Türkiyə, həm İranla sərhəddir. Həm Ermənistan, həm İran sərhədində yerləşən rayonlara biz qeyd edə bilərik Sədərək rayonunu, Şərur rayonunu, həmçinin Kəngərli, həmçinin Babək, Culfa, Ordubad və